Herkese salam dostlar, necəsiz? Mən Lavacraft. Bugün sizlərə gördüyünüz kimi Unsa Aydatol ilə, yəni Hack 1545 ilə saklambaç videosu ilə qarşınızda olacağam. Gizlən qası yəni ki. İkimizdən indi biri yumacaq, digəri isə qaçıb gizlənəcək və onu öldürməyə çalışacaq. Çox uzatmadan videomuza keçək. Hə dostlar, ilk deyim də sən İlk buyumsun. Sonra mən yumaram. Bura. Yazaq ki yumuram. Yaxşı sağır və gedək gizlənək. Shift'e basmalıyam ki düz düşüm ora. İzzət edeyim, havuzun altında gizlənim. Çox əla fikir. Baxın F5'e basım görüm, mən görsənirəm. Nəfəssiz nə tərk olacam axı. 60 saniyə doldu. Mən gərək çıxım da dəqiqədə bir. Suyun altında tək görəcək məni. Ben tez keçim opsiyona. Məni görəcək də bu. Sobələmək yoxdur. Havanı düzəldim yox. Bir dəqiqə gözlə gəlmə. Havanı düzəlsən gəl. Hadi shift'e bas da. Ay zip. Tapdı da, tapar da. Başladım getdi. 1 Nə tez gizləndin? Öldün sən. Mən kompüterdəyim deyə. Çoxdan da iş bununla oynamıram. Heç oynamaq da yadımda. Burada ola bilərsən. Yoxsan. Dostlar, lap çox Minecraft videolarının gəlməsi istəyirsə kanala abunə olun, like atın və dediyim kimi gözləmədə qalın. Bura niyə belədir? Düyü yerimdən çıxmışam. Yaxşı. Allah kəllə. Allah, harada gizlənmisən? Allah, burada gizli yer var, yoxsa aşağıdır. Yaxşı, yazıram pes. Pes. Yerini de. Gəlmə, araya gördüm sən. Bakıma. Gəl buradasan. Gözlə, mən gəlirəm, gözlə. Allah, sən abi hara gedib? Cal çıxdaq. Bu balkondaymış dostlar.
Yo, düz yerdəyim. Bax. Adolsan ona kaş burada gizlənərdim. Dedim də balkondadır. Ama senin Allah var, bir sen. Çoğaltı. Tamam. Ve dostlar, videomuz bu kadardı. Kanalımıza abone olup like atmayı da unutmayın. Sağ olun, sağlamat kalın. Bye bye.